Həcc ibadəti İslamın 5 rukunundan biridir və əzəmətli ibadətdir. Günahların bağışlanması üçün, kəffarəsi üçün ən böyük əməllərdən hesab edilir. Siz təsəvvür edin, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Mən həccə lillahi fələm yarfuz və ləm yəfsuq rəca'a kəyəvmi vələdəthu ummuhu. Kim Allah üçün həcc edərsə, həccə gedər Allah üçün, orada asilik, fisk, fasiklik və yaxınlıq, cima və buna oxşar şeylər etməzsə, qaydanda anadan olduğu kimi, anadan doğulanda uşaq necə doğulur? Günahsız, əhsən, elə qaydar deyir. Hətta subhanallah, bəzi alimlər bu hədisə əsaslanıb deyiblər ki, həcc ibadəti insanın böyük günahlarına da kəffarədir. Hardan götürüblər? Deyiblər ki, insan anadan doğulanda tək böyük günahı olmur, yoxsa kiçik günahı? Hər ikisi olmur, heç biri olmur yəni. Buradan götürüb deyiblər ki, böyük günahları da silir, tövbəsiz. Lakin səhih olan görüşə görə həcc ibadəti böyük günahları kəffarə ola bilmir, böyük günahlara kəffarə yalnız tövbədir. Digər hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, وَالْحَجُّ الْمَبْرُورِ لَيْسَ لَهُ جَزَاء إِلَّا الْجَنَّةِ. Məbrur həccin mükafatı yalnız cənnətdir. Ona görə hər bir müsəlman çalışmalıdır ki, əgər imkanı varsa, gücü çatırsa, gecikmədən, dayanmadan həccə getsin. Hər kimin imkanı olduğu halda həcc ibadəti etməzsə, ona günah yazılır. Təbii ki, əgər birinci dəfə həcc edibsə, söhbət birinci həcdən, fərz olan həcdən gedir. Lakin şeytan, iblis bəzi müsəlmanları qorxudur. Məsələn, o qədər pulu həccə verincə başqa şeylərə sərf elə, yaxud qorxudur fəqirliklə, kasıblıqla. Gedəcəksən, malın azalacaq, pul xərcləyəcəksən və s. Özvənə qalacaq, ailəvi necə yedizdirəcəksən, qorxudur. Çünki şeytanın hədəfi budur. Allah subhanahu və teala buyurur, Əş-şeytanu ya'idukum əl-fəqr. Şeytan sizə fəqirlik vəd verir. Belə etsən, sədəqə vermə, pulun azalar, zəkat vermə, pulun azalar, həccə getmə, ümrə eləmə, pulun azalar, qorxudur. Bunların hamısı şeytanın vəsvəsəsidir. Şeytan insana bunu vəd verir. Lakin müsəlman bilməlidir ki, həcc ibadəti əzəmətli, böyük ibadətdir və insanın günahlarına kəffarədir və İslamın 5 rukunundan biridir.